Tibb Universitetinin dosenti, fizioloq Rəşid Mahmudov deyir ki, müasir dövrdə həkimlər xəstəyə qayğı göstərmirlər. Hər adamdan həkim olmaz. Həkim Hipokrat andı içib gəlir, həkim olur. Həkimlik məhəbbət qədər təmiz və saf olmalıdır. Yoxsa o həkim ola bilməz. Həkimlərimizin çoxu bir hissəsi maşinlik olubsa, pul üçün hər şeyə gedirlər. Düzgün deyil. Mənə gələn pasiyent kimsə ona var qüvvəsindən nə bilirsə onu müalicə eləməlidir. Həkimliyin kodeksi budur. O əsası Hipokrat andı budur. Hipokrat andında qeyd olunur ki, sən mütləq kim olursun, sənə gələn xəstəni müalicə eləməlisən. Həkim birinci insanı sevməlidir. Mən belə deyirəm həmişə ki, kaş hansı həkim, hansı xəstəliyi müalicə edirsə, o xəstə nə əzab çəkirsə onu keçirəydi. Biləydi ki, o xəstə nə əzab keçirir, nə qədər ağrıyır, onda o xəstənin qədrini biləcəkdi bətidir. Orada zarıyır, xəstə heç həkim baxmır, yanından oynatı ötüb gedir. Görünür, Rəşid müəllimin də bu məsələ ilə bağlı ürəyi doludur. O hesab edir ki, həkim olmaq istəyənlər ən azı 2 il təcili tibbi yardımda çalışmalıdır. Elə biyologiyadan 5 aldım, kimyadan 4 aldım, o birisini nə bilim mən qiymət aldım, həkim olmadı. Həkim ona görə xaricdəki həkimlər nə indilər? Başa Almaniyada nə tərdəyim? 9-cu sinifdən çıxır, 2 il skoropomoşda işləyir. Onlar onun hamısını öyrədəndən sonra, 2 il olandan sonra işini verməyə ixtiyar verirlər ona. Yəni, həkimliyə iş vermək elə belə deyil. Həkimlik elə belə sənət deyil. Xaricdə əksəriyyətində 2 il adam bulanır. Skoropomoş nədir? Təcili yardımda işləyir. Hətta Semeşkan qabağında bir yaşlı adam vardı. Belə baxan kimi, vay yazıq, bax, pensitdir. Xəstə gələn kimi diaqnozu qoyurdu həkimdən qabaq. Mən çalışıram ki, həmişə onlarla mehriban olam. Onların çoxu burada şəfa alıb getməsə, sənin bir də yanına qayıtmaz. Sən ona bircə artıq söz desən, o bir daha qayıtmaz. İnsandır o. İnsanı elə qəbul eləməlisən ki, o buradan şəfa alıb geçsin. Yarı zarafat, yarıdır, yarı da. Bununla insana sən ömür verirsən. Yaşama. Eləsi olur ki, buradan gedəndə vallahi mən demirəm, mən yaxşı həkiməm, mən nə. Eləsi olur ki, vallahi mən deyirik, xəstəliyimin yarısı getdi.